Kumiri Dexya və Rza Cəfərov olan Azərbaycanlı qapıcı arzularının arxasınca əvvəla Serbiyaya, daha sonra İtaliyaya yollanacaq. Bəs 188 sm boya malik 15 yaşlı Kəpəz 15-in qolkiperi Qüdrət Qarayev futbola necə gəlir? O, 12 yaşında ilk addımlarını görən boyda Real futbol məktəbində hücumçu kimi atır. Oyun zamanı qapıcının qırmızı kart alması ilə qapıya keçən Qüdrət elə o gündən Ceyhun müəllimin təkidlə bu mövqedə çıxış edir. 13 yaşında Kəpəz 14-də əsas qapıcı kimi seçilsə də atası ilk başlarda istəyinə qarşı çıxır. Goranboy rayonuna geri dönən Qüdrət yeni yaradılan Qala klubuna üz tutur. Yeniyetmənin həvəs və istəyi atasının da ona dəstək olmasına gətirib çıxarır. Qala klubunun dağılması ilə yenidən Kəpəzə qayıdan Qüdrət Qarayev əsas komandada Vüqar Məmmədovun məşqlərinə qoşulmağa da nail olur. 2024-cü ildə idman mükafatına layiq görülən qapıcının xəyalı Barselonada çıxış etməkdir. Bir həftə sonra keçmiş Kəpəz məşqçisi Etibar İbrahimovla 10 günlük Serbiyaya toplanışa, sentyabr ayında isə müqavilə imzaladığı İtalyan əfsanələr Gennaro Gattuso və Andrea Ranocchia'nın yetişdiyi ISM Akademiyaya yollanacaq. Həm yerlimizə bu yolda uğurlar arzuluyuruq. Bəs siz 15 yaşlı Qüdrət Qarayevin oyunlarını izləmisinizmi? Fikirlərinizi şərhlərə yazın.